Gəlin soyuq əllər isti-ürək yarmarkasında hansı stendləri yoxlamışam birlikdə baxaq. İlk öncə mini burger stendinə yaxınlaşdıq. Hamı çox tərifləyirdi. Mən də dadına baxdım. Açığı dadlı idi, amma sosu, ketçup və ya başqa bir sos olsa daha dadlı olardı. Yəni sırf sosuna görə bəyənmədim. Növbəti stendimiz mandudur. Mandu keçən il yoxlaya bilmədiyim üçün bu il yoxlamağa qərara gəldim, amma çox peşman oldum. Çünki çox dadsız, çox quru və çox acı idi. Qiyməti 9 AZN idi. Acı sevənlər üçün əla seçimdir, amma quru olduğu üçün heç bəyənməyəcəksiniz. Daha sonra hər il olduğu kimi şəkil çəkmə yeri var idi. Biz də girdik, rəfiqəmlə şəkil çəkdik, amma qiymətlər çox baha idi. Yəni ikisinə 7 manat verdik, keçən il biri 3 manat falan idi. Amma şəkillər gözəldir, yəni anı qalsın deyə çəkmiyorlar. Yeni il ağacı da hər il olduğu kimi eyni qalmışdı. Burada da paduşkamla mən. Biraz gəzəndən sonra yarmarkanın ən ucuz stendinə yaxınlaşdıq, hot dog aldıq. Rəfiqəm turşu sevmədiyi üçün qarışıq hot dog almadıq, onun yerinə pendirli aldıq. Bu arada həftə içi saat 6-ya qədər 2 al 1 ödə kampaniyası var və kombo menyularda çox münasibdir. Həm kartuşka frisini, həm də hot dogun bəyəndim. Aralarında ən sevdiyim yemək bu oldu deyə bilərəm. İşçilər də səmimi və gülərüz. Bir sözlə videonun nömrə 1 stendi bu oldu. Başqa hansı stendləri yoxlamamı istərdiniz? Rəylərdə yazmağı unutmayın.